Vəhy 10-cu fəsil. Mələk və kiçik tumar. Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənziyirdi. Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. Aslan nəriltisinə bənzər uca səsinə nida elədi. O nida eləyəndə 7 göy gürültüsü öz səsi ilə danışdı. 7 göy gürültüsü danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim. 7 göy gürültüsünün söylədiklərini möhürlü saxla, onları yazma. Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb əbədi var olanın, göyü və ordakıları, yeri və ordakıları, dənizi və ordakıları yaradanın adına and içərək dedi: Daha möhlət verilməyəcək. 7-ci mələyin şeypur çalacağı günlər Allahın sirri niyyəti qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək. Göydən eşitdiyim səs yenə də mənlə danışıb belə dedi: Get dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür. Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi, onu götür ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq. Mən tumarı mələyin əlindən götürüb yedim. O ağzımda bal kimi şirin idi. Amma onu yeyəndən sonra mədəmdə acılıq oldu. Mənə belə də deyildi: Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbəri eləyəsən.